Və bəli dostlar, bu mənim ilk videomdur və dedim ki, mən də bu ilk videonu hesab tanıtma eləyim. Və bəli, bu mənim Brawl Stars hesabımdır. O birisi oyun kanallarından da hesab tanıtımı eləyəcəm və dedim ki, ilk Brawl Stars'dan başlayayım. Bəli dostlar, bu qədər 51 dənə karakterim var və karakterlərim də bunlardır. 1000 kupa sadəcə Edgar'dır və belə cini indi açırıq. Cini isə inşallah gələn səfərlərə açacaq və oyuna pul yatırmıram, yəni yatırmaqda heç vaxt düşünmürəm. Və bəli dostlar, yenidən qayıtdım. Karakterləri də göstərdim. Burada 5 dənə kartımız var. Bunları da açacaq. Və sonra isə kulübümü göstərim. Kulübü dostlar, indi bu Rusya kulübdür. İndi sizin üçün yaradıram. Adını qoyaq Shadow Team. Yo, başlayın. Adını da qoyaq Team Shadow. Açıqlamaya da yazaq. Nokta. Gerçən kupa 0'dır və bəzi adamlar var ki, bəlkə az kupada yeni başlayıb, ona görə 0 və oluşturduq. Kulübümüz belədir. Kim gələ bilərsə gəlsin, istəyən gələ bilər. Və indi isə istəyirəm bu 5 dənəni açaq. Birinci istəyirəm hiperşarj elə, hiperşarj da birinci yerdədir. Və açdıq. Görək ki, hiperşarj gələcək. Nito'ya. Nito yaxşıdır, Nito'ya hiperşarj yaxşıdır. İndi açaq. Aşamalı. Bir dənə kostyum ver. Bir dənə kostyum və oyuncu simgəsi, Sünger Bob'un. Təbii ki də onsuz da belə paketlərdə az ver. Haydi aşamalı bir dənə. Aşamalı bir dənə kostyum və bir elmas. Efsanevini açırıq. Haydi bir dənə yaxşı, bir dənə efsanevidən kart. Efsanevidən açdıq və ayda. Yıldız yüzü pis oldu. Hər neysə. Və buranı da göstərmək istəyirsinizsə gözləyin. Bir dənə ünvanım var. Elmasa qədər aşamalıda ən çox elmasa qədər kasmışam. Və indi isə mega görəvi eləyirdim və oyun yarımçı qaldı və sonra isə dedim ki, video atım. Və bəli, belə bir video oldu, balaca bir video oldu. Başqa nələri göstərmədim, onu da yoruma yazarsınız. Sağ olun, salamat qalın. Bu videoyu like atıp da abunə olmağı unutmayın. Xahiş.